Salamlar, vaxtınız xeyir olsun. Mən Abdüzəl Bakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, borc götürüb və onu qarşıdakı şəxs dillənməsə, istəməsə qaytarmayan insanlar. Biri var, məsələn, heç pulun olmayan, aldığın borcu geri qaytarırsan. Biri də var ki, bu şey əlində var, bir məsəl var, deyirsən, canın çıxır, götürdüyünü qaytarasan. Bunu almısan, bu adam da problemdədir də, bunu gət qaytar da, varındır da, niyə bunu vermirsən? Səni qıcıqlandıran, səni hər hansı bir içivi qaynadan, düşmən münasibəti ilə əşi veriləcək deyən məqsəd nədir? Gəlmirsən, götür, gəl cəmaatın pulunu ver. Yoxsa bugünü sabaha, sabahı o birisi günə gözləyir ki, qarşıdakı adam dillənsin, gətir pulu sabah çatdır və onda pul verirsin. Bu da bizim nədən irəli gəlir? Daima olaraq qarşıdakı adamın üzyolalığından, xoş xasiyyətindən, sakit tərzindən istifadə etməyə. Və insanlar daima olaraq həyat fəlsəfəsində belə bir prinsip var, əksər insanların. Yəni mütləq bir boşuna deyilmir də qılınc müsəlman ifadəsi. Yəni qarşı tərəf gələ dillənsin. Sən ölərsən, bunu deyilməmiş gedib cəmaatın pulunu verirsən, həm onda hörmətli olursan. O dillənsə, sən bir dəfə ki, olursan hörmətsiz. Və nəticədə münasibət, onun da o səhər bir gün yenə sənin problemin oldu, o pulu sənə verməyəcək. Deyəcək, bunun təpəsinə daş olsun. 2 aydır fırladır. İndi mən səni fırladacam. Bir gündən sonra yoxdur. Olsa da əlində, o orada yansa da ordun içərisində qutarıb getdi. Düşdü gözdən. Oldu sən ölməsiz. Vəssalam, pul verilməyəcəm sənə. Kim belə bir ideologiya yaranır beyində. Və nəticə etibarı ilə insanların bir-birinə güvən bağımlılığı düşür sıfıra. Bu da yenə də yaradan insandır. Bəzən o qədər bir-birinə çox yaxın evlərin içərisində gəlimli gedimli olan, dost, yaxın, çox belə deyək, iş yoldaşı olsa da yaxın bir münasibət qurulan bir həmkarların adətən münasibətlərin pozulmasına səbəb maddiyyatdan olur, puldan qaynaqlanır. Məsəl üçün, o da baxır ki, mənə lazımdır. Düşünür ki, gedirsən dişə, görürsən ki, bunun əlində var pul. Yəni, cibində çaşır çıxardır, görürsən ki, var pulda. Hökmən gərək dillənəsən ki, get pulu çatdır, ver. Və o ki, bir dəfə ziddiyyət, 2 dəfə konflikt, bitdi. Arada mehribansız, yavaş-yavaş soyuqluq yaranır. Biri yeməkxanaya bir gedirlər, çünki getmək yoxdur. O çıxdı, getdi, bu da gedirdi. Ona görə insanı hər zaman gözdən salan, hörmətdən salan daima inamsızlığıdır. Yəni, mütləq şəkildə söz çıxdı ağzından, o yoxundur, gəl səmimi deyən, yoxdur. Sən ölərsən, bunu dilinə etiraf edəsən, yoxsa sənə ayıb mı düşünürsən sən özünə? Ona görə bu kimi meyarlara diqqət etmək lazımdır ki, hər hansı münasibət pozğunluğu zamanı düşüncəmi, ümumən qarşı tərəfdən olan hər hansı bir fikri onun beynindən oxumamı, bu kimi şeylərə diqqət etməlisiniz ki, ən azından həqiqətən arada yaxın bir münasibət varsa, şərt o deyil, sevgili, dost, yaxın bir iş həmkarı, bu kimi meyarlara diqqət etmək lazımdır. Adətən dediyimiz kimi pul zəminində olur hər hansı bir mübahisə, konflikt, yaxşı münasibətin pis münasibətə çevrilməsi. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud hər hansı bir fikirləriniz olduqda fikirlərinizi bölüşə bilərsiniz. Hal-hazırda seanslarımız onlayn və əyani aparılır. Suallarınız olduğu təqdirdə soruşa bilərsiniz.